Gürcü dilində mən oxuyuram deyəndə deyirik mevqitxulob. Məsələn, mən kitab oxuyuram. Me cigns vqitxulob. Cigni kitab deməkdir. Burada obyekt olduğu üçün mitsemiti brunvada, yəni yönlük halda hallanıb və olub cigns. Me cigns vqitxulob. Mən kitab oxuyuram. Sən oxuyursan deyəndə deyirik şen qitxulob. Məsələn, nə oxuyursan? Ras qitxulob. Ras qitxulob. Ra nə deməkdir? Burada ras. Niyə? Çünki mitsemiti brunvanın sualı olur ras. Ona görə biz cümlədə buna cavab verdiyimiz zaman da obyekti mitsemiti brunvada hallandırırıq. O oxuyur deyəndə deyirik is qitxulobs. İs qitxulobs. Məsələn, o tarix oxuyur. İs istoriyas qitxulobs. İstoriya tarix deməkdir. Burada gördüyünüz kimi s əlavə olunub. İs istoriyas qitxulobs. O tarix oxuyur. Biz oxuyuruq. Çven vqitxulobt. Çven vqitxulobt. Məsələn, çven gazetebs ar vqitxulobt. Çven gazetebs ar vqitxulobt. Biz qəzetləri oxumuruq. Burada vqitxulobt. Bunun qarşısında ar, yəni inkar bildirən hissəcik var və olub oxumuruq. Siz oxuyursunuz, gürcücə olur. Tkven qitxulobt. Tkven qitxulobt. Onlar oxuyurlar. Bu isə olur isini qitxuloben. İsini qitxuloben.